Və Peyğəmbər s.ə.v buyurur, Hubbibə iley min dunyakum ən-nisə və tib. Sizin dünyanızdan mənə ətir və qadınlar sevdirildi. Mənim göz bəbəyim isə namazda edildi. Mənim göz bəbəyim namazda edildi. Sevincim, hə? Və əxbara ənəv hubbibə iley minəd-dunya şeyən. Peyğəmbər xəbər verir ki, dünyadan iki şey sevdirilib. Amma sevincim harada edilib? Namazda edildi. Sevinç haradadır? Namazda. Və innəhu leysə kullu məhbubin təqarru bihil ayn. Nəyə görə? Bax, burada sözlər arasında fərq var. Məhəbbətlə qurratu ayn fərqli şeylərdir. Qurratu ayn məhəbbətdən üstündür. Məhəbbət sadəcə sevməkdirsə, qurratu ayn nədir? Sevinç əldə eləməkdir. Ona görə İbn Qayyim rahimehullah deyir ki, qurratu ayn sevgidən üstündür. Çünki insan hər sevdiyində sevinç tapmaya bilir. Sevinç tapmır. Və Peyğəmbər s.ə.v nə deyir ki, sadəcə qadınla ətir mənə sevdirilib, amma mənim sevincim haradadır? Namazdadır. Və ona görə göz bəbəyi, sevinç bu sevilən şeylərin içərisində ən ucasıdır. Və ona görə də özü özlüyündə sevilən kimdir? Allah Teala'dır. Və Allahdan başqası yalnız Allaha görə, Allah sevgisinə görə sevilir. Və ona görə Allah üçün sevmək tövhiddir. Amma Allahla yanaşı sevmək şirkdir. Ona görə müşrik insan başqalarını Allah kimi sevir. Şəriklər tutaraq Allah kimi sevir. Amma muvahhid isə Allahı sevir və Allahın sevdiyi şeyləri sevir. Və Allah Teala'nın xoşlamadığı şeyləri də xoşlamır. Və buna görə də artıq namaz sevənlərin sevincidir. Orada nəyə görə? Orada Allahla münacat danışıq olduğuna görə. Və insanın da qəlbi yalnız onunla, ünsiyyətlə, münacat sakitləşir. Allahın zikri ilə ləzzət almaqla və ona yaxın olmaqla və xüsusən də səcdə halı. Xüsusən də səcdə halı. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Bilal radiyallahu anh deyərdi ki, Ərihnə bis-salat ya Bilal, ey Bilal bizi namazla rahatlandır. Bizi namazla rahatlandır. Yəni iqamə verir ki, namaz qılaq, namazda rahatlığımız tapaq. Amma bizdə isə əksinə deyirik ki, bizi tez iqamə verir ki, namazdan rahatlanır. Tez qılaq başımızdan olsun. Fəl-muhibbu rahatu və qurratu ayni fis-salat. Sevən insanın rahatlığı və sevinci namazdadır. Amma qafil insanın, üz döndürən insanın isə bundan heç bir payı yoxdur. Elə bil ki, namaz onun üçün ən ağır şeydir. Və namaza qalxdığı zaman elə bil ki, közün üzərində durur. İstəyir ki, tez ondan qurtarsın, xilas olsun. Və ona deyir, ən sevimli namaz, o qafil insana ən sevimli namaz, ən sürətli və ən tez qılınan namazdır. Çünki onun namazda sevinci yoxdur. Onun qəlbinin rahatlığı namazda deyil. Amma əgər bir insan qəlbində sevinç taparsa bir şeylə, onunla rahatlıq tapar. Və ondan ayrılmaq istəməz. وَالْمُتَكَلِّفُ الْفَارِغُ الْقَلْبِ مِنَ اللّٰهِ وَالدَّلِ الْآخِرَ الْمُبْتَلَى بِمَحَبَّةُ أَشَقُّ مَا عَلَيْهِ السَّلَامِ. Və o insan ki, qəlbi boşdur, qəlbində Allah, axirət diyarı yoxdur və dünya sevgisi ilə mübtəla olub və onun üçün ən ağır olan şey isə nədir? Namazdır. Və ən sevimli isə nədir? Namazın qısa olmasıdır və uzun olması ən xoşlamadığı şeydir. Baxmayaraq ki, o insanın vaxtı da var, sağlamdır, başqa bir məşğuliyyət yoxdur. Və sonra buyurur ki, əgər insan namazında sevinç əldə etmək istəyirsə, bu 6 məşhədi əldə etməlidir. 6 məşhəd. Bunlar deyək, yoxsa qalsın? 6 dənə məşhəd. Birincisi ixlas. Əgər insan istəyirsə ki, namaz onun göz bəbəyi olsun, bu 6 şeyi nə etməlidir? Cəm etməlidir. Birincisi ixlas. Yəni, insanın namaza yönəldən Allah sevgisi, Allah rizası, Allaha yaxın olmaq, Allahın əmrini yerinə yetirmək olmalıdır. Başqa heç bir məqsəd olmamalıdır. Əgər sən evdən çıxanda yəni filan kəslə görüşmək üçün, filan kəs də məsciddə olacaq, ondan görüşmək üçün gedirsənsə, deməli, səni çıxardan namaz olmadı. Deməli, ondan sırf səni çıxardan evindən filan kəs olmamalıdır. Nə olmalıdır? Namaz olmalıdır. Deməli, başqa hər hansı bir məqsəd olarsa, insan onu tapa bilməz. O sevinci. Birinci oldu ixlas. İkinci nədir? İkinci məşhəd
sidq və nəsihət məşhədidir. Və bu da insanın qəlbinin Allah üçün boşaltması və bütövlüklə Allaha yönəlməsi və namazı da ən gözəl şəkildə, kamil şəkildə yerinə yetirməsi. Çünki namazın zahiri və batini vardır. Zahiri və daxili vardır. Zahiri o müşahidə olunan əməllər və sözlərdir. Və daxili isə xuşu və muraqabədir. Yəni insan özünü Allahın nəzarətinə hiss eləməsi, qəlbi Allah üçün boşaltması və bütövlüyü ilə Allaha yönəlməsi, belə ki, qəlb Allahdan qeyrisinə yönəlməməsidir. Və elə bil ki, xuşu, namazın xuşusu bədəndə olan ruh yerindədir. Amma əməllər isə bədən yerindədir. Əgər namazın xuşusu olmazsa, elə bil ki, o namaz nəyə oxşuyur? Ruhsuz bədən kimidir. Və ona görə deyir ki, insan deyir, həya etməzmi ki, yəni belə bir ölü bədənlə ağasının qarşısına çıxsın. Və belə olduğu halda o namaz köhnə paltarın büküldüyü kimi bükülərək sahibinin üzünə çırpılır. Və o namaz deyər ki, Allah səni zay eləsin, necə ki, sən məni zay elədin. Və o namaz ki, onun zahiri və batini kamilləşib, onun nuru günəşin nuru kimi qalxır, Allaha ərz olur və Allah Teala ondan razı qalır və qəbul edir. Və o namaz deyər ki, Allah Teala səni qorusun, necə ki, sən məni qorudun. Və rəvayət keçir Tabaranidə, rəvayətdə zəiflik var. Yaxşı, birinci ixlas, ikinci nə oldu? Sidq və nəsihət məşhədir. Və sidq və nəsihət nə demək oldu? İnsan qəlbini Allah üçün boşaltması, qəlbini Allaha yönəltməsi. Və üçüncü məşhəd isə nədir? Mütəbəə və iqtidə məşhədidir. Mütəbəə və iqtidə, yəni namazı Peyğəmbər sallallahu aleyhi və səlləmin namazı kimi qılması və necə buyurulub və o cür qılmasıdır. Bu aydında bunu təfsilatı oxumaq ehtiyac yoxdur. Və dördüncü ihsan məşhədidir. Dördüncü ihsan məşhədidir. O da muraqaba adlanır və Allahı görürmüş kimi ibadət etməsi. Və bu da nədən doğur? Allaha və Allahın ad və sifətlərinə imanın kamilliyindən doğur. İhsan məşhədi, ihsan halı bütün qəlb əməllərinin əsasıdır. Və bu insandan həyalı olmağı, Allahı təzim etməyi və həmçinin Allahdan qorxmağı, Allahı sevməyi, Allaha təvəkkül etməyi insanda yaradır və həmçinin Allahın qarşısında zəlil olmağı və həmçinin bu hal insanda artıq başqa vəsvəsələri və qəlbində o nəfsi danışıqları insandan uzaqlaşdırır və insanın qəlbini və fikrini Allaha yönəldir. Və insanın hafazul abd minəl qurbi minəllah, insanın Allaha yaxınlıqdan olan payı ihsan məqamından olan payına görədir. Və insanın Allaha yaxınlığından olan payı ihsan məqamından olan payına görədir, onun miqdarına görədir. Və buna görə namaz fərqlənir. Hətta görürsən ki, bir səhvdə iki insan namaz qılır və onların rüküsü də eyni, səcdəsi də eyni, qiyamı da eyni, halbuki onların ikisi arasında göy ilə yer qədər fərq vardır. Bu da nəyə görədir? Qəlbdə olan əməllərə görədir. Yaxşı, birincisi nə oldu? İxlas. İkincisi, sidq nəsihət, o nə deməkdir? Qəlbi başqa şeylərdən boşaltmaq. Üçüncüsü, Peyğəmbər səhəm qıldığı kimi qılmaq. Bu, dördüncü, ihsan məşhədi, Allah görürmüş kimi namaz qılması. Beşincisi isə, bu minnət və yaxud da nemət də deyə bilər, nemət məşhədidir. Və bilməsi ki, bu neməti ona bəxş edən, yəni kimdir? Allah Teala. Yəni, məni bu namaz məqamına qaldıran, bu uca məqama qaldıran, özünə qulluq məqamına qaldıran kimdir? Allah Teala'dır. Yəni, bu insan bunu hiss eləməsi. Və vəffəqəhu li qiyami qalbihi və bədəni fi xidməti. Yəni, özünə xidmətdə qəlbini və bədənini xidmət etməyə müvəffəq edən Allahdır. Əgər Allah Teala olmasaydı,
mən namaz qılmazdım. Yəni, sən bu cür fikirləşməli. Necə ki, sahabələr Peyğəmbər sallallahu yanında oxuyardılar və deyərlər ki, Vallahi ləulallahu məhtədeynə. Allaha and olsun ki, Allah olmasaydı biz hidayət olmazdıq. Və la təsaddaqnə və la salleynə. Nə sədəqə verərdik, nə də namaz qılardıq. Allah Teala həmçinin buyurur Hücrət surəsində, Yamunnuna aleyke ən əsləmu. Onlar İslam'a gəldiklərinə görə sənə minnət qoyurlar, minnət edirlər. Qul la təmunnu aleyhi isləməkum. Allah Teala buyurur ki, de ki, İslam'a gəldiyinizə görə mənə minnət qoymayın. Bəlillahu yamunnu aleykum ən hədəkum lil iman in kuntum sadiqin. Əksinə Allah Teala sizi hidayət etdiyinə sizə minnət edər, əgər siz sadiqsinizsə. Və Allah subhanahu huvəl-ləzi cəalel muslimə muslimə. Yəni, müsəlmanı müsəlman edən Allah Teala'dır. Namaz qılanı namaz qılan edən Allah Teala'dır. Necə ki, İbrahim Peyğəmbər deyir, Rabbənə və cəalnə muslimeyni ləkə və min zürriyyətinə ümmətən muslimətən lək. Ey Rəbbimiz, bizi sənə təslim olan və zürriyyətimiz də sənə təslim olan, müsəlman olan bir ümmət et. Və həmçinin buyurur ki, Rabbi cəalni muqiməs salati və min zürriyyət. Ey Rəbbim, məni və zürriyyətimi namaz qılan et. Və bu hisslər olduqca mühümdür. İnsan bilməsi ki, onu namaz qılan edən kimdir? Rəbbidir. Yəni, deməsi ki, mən qılıram, mən belə. Amma bilməsi ki, bu uca dərəcədir. Fəl-minnətü lillahi vəhdə. Bütün bunların hamısında nimət Allaha aiddir. Və hədəl məşhəd min a'zamil məşəhidi və ənfəlil abdi. Və bu, insanda bu halın yaranması və bütün, hətta nə qədər ibadət etsə də, onu Allahdan görməsi ən uca hallardan biridir və insan üçün ən faydalısıdır. Və kulləmə kənən abdu azamə təvhidən kənə hazzuhu min hədəl məşəd ətəm. Və insanın deyil, tövhiddən nə qədər halı uca olarsa, tövhiddə və bir o qədər də insanın bu halı tamamlanar. Yəni, insanın tövhid nə qədər güclü olarsa, bir o qədər də bu halı güclü şəkildə insan nə edər? Hiss edər. Və ona görə, əgər tövhid düzgün şəkildə başa düşmək insana nə qədər bu gözəl mənaları əldə etməsinə yardım edir. Fikir verin, ağıllı insan, tövhidi düzgün başa düşən insan namaz qılanda, hər hansı bir yaxşı iş görəndə kimə mənsub edir? Allah Teala'ya. Və günah etdiyi zaman özündən görür. Amma xəstə isə günah eləyəndə deyir ki, bu Allahdandır. Amma yaxşı iş görəndə mən elədim, mən qıldım, mən oruç tutdum. Və fihi minəl fəvaid ənəhu yəhul beynəl qalb və beynəl uc. Və həmçin burada o başqa faydalardan nədir? Bu insanla o qəlbi xəstəlik var, ucb arasına girir. Hansı ki, o xəstəlik insanın əməlini batıl edən xəstəliklərdən biridir. Yəni, insan öz etdiyi əməli ilə razı qalması. Nə vaxt ki, insanda bu hal yaranarsa və o xəstəlikdən uzaq olur. Özü ilə, öz etdiyi əməllə razı qalmasından. Və bilir ki, nemət Allah Teala'dan, müvəffəq edən də Allah Teala'dır. Və ən yasulə bihi alənnəz fəyurfa min qalb fələ yu'cəb. Artıq qəlbində olan o hisslər qaldırılır. Yəni, o xəstəlik qaldırılır və özünlə razı qalmır. Və həmçinin dilindən də qaldırılır və etdiyi şeyləri də çox görmür. Danışmır. Və hədə şə'nul əməl mərfu və bu da qabul olunan əməlin halıdır. Qabul olunan əməlin halıdır. Yaxşı. Sonra bir də təkrarlayaq. İxlas. Sidq və nəsihət. 3. Peyğəmbər sallallahu qıldığı kimi qılmaq namazı. 4-cü ihsan. 5-ci nemət. Yəni, bütün bunlar kimə mənsub eləmək? Allah Teala mənsub. 6-cı, axırıncı isə taksir məşhədidir. Bu da olduqca mühümdür. Taksir nədir? Taksir müqəssirlik. Müqəssirlik aydındır. Günahkar. Elə bil ki, tam şəkildə yerinə yetirmədiyini insan hiss eləməsi. Və ennəl abdə ləv ictihadə fil qiyam bil əmri qayətəl ictihadi və bədələ vus'ahu fəhvə müqassir. İnsan nə qədər çalışsa da, əməli nə qədər düzgün yerinə yetirməyə səy göstərsə də, yenə insan nədir? Müqassirdir. Müqassir, haqqı ilə ödəmiş sayılır. Və haqqullah subhanahu aleyh azam. Yəni, bunlar olduqca mühümdür. Yəni, insan bilməlidir, Allahın haqqı daha böyükdür. وَالَّذِي يَنْبَغِ لَهُ أَنْ يُقَابِلَ مِنَ الطَّاعَةِ وَالْعُبُودِيَّةِ وَالْخِدْمَةِ فَوْقَ ذَلِكَ بِكَثِيرٍ. Yəni, insan bilməlidir ki, bundan da Allah Teala qat-qat ucasına layiqdir.
Və enne azamatahu və cəlaləhu subhan yaqtadi minəl ubudiyyəti mə yəliqu bihə. Çünki Allah Taala'nın əzəməti, Allah Taala'nın ucalığı özünə layiq qulluğu tələb edir. Yəni mənim etdiyim heç nədir. Və izə kana xadamul muluk və abiduhum yuamilunhum fi xidmətihim bil iclal lahum və ta'zim və ihtiram və tawqir və haya və mahab və xəşyə və nusx bihayth yufarriqun qulub. Sonra İbn Qayyim belə misallarla daha insana çatdırır məsələn. Deyir ki, belə ki əgər xidmətçilər hökmdarların qarşısında, yəni onlar təzimlə, ehtiramla, həya ilə, qorxu ilə və belə ki bütün qəlblərini başqa şeylərdən boşaldaraq, yəni o qəlbən və cismən onlara xidmət edirlərsə, fəməlikul muluk və rabbus semavati vel ard avla an yuamal. Hökmdarların hökmdarı isə bundan da daha ucasına layiqdir. Və izə şəhidəl abdu min nəfsi ennehu lem yuvaffi rabbahu fi ubudi haqqı və la qaribun alima taqsira. Və insan nə vaxt bilərsə ki, bu haqqı ilə yerinə yetirməyib, Rəbbinin o ibadət haqqını yerinə yetirməyib və yaxınlaşmayıb, onda da insan öz müqəssirliyini bilər. Və lem yesa'hu ma zəlik qeyra istiğfar. Onda artıq bilər ki, üzərinə nə düşür? Bunu yerinə yetirməmişə istiğfar, bağışlanma diləmək və öz təqsirinə görə üzür diləməsi, tövbə etməsi və adəmli qiyam bimə yənbəği lehu min haqqihi və Allahın haqqını lazımınca yerinə yetirmədiyinə görə və ənəhu ilə ən yəğfir ləhul ubudiyyə və ya'fu anhu fi əhvac minhu ilə ən yatluba minhu aleyhə thəvabə. Və bu hala çatandan sonra insanda nə yaranır? Yəni artıq insan elə bir hala çatır ki, yəni mən Allahdan, yəni savab istəmək əvəzinə mən Allahdan, yəni bağışlanma diləməliyəm. Yəni mənim Allahdan savab, mükafat diləməyə haqqım yoxdur. Çatırmı? Yəni bu insan o dərəcəyə o mənalar tutmalıdır ki, bunları dərk eləsin də. Ona görə sələflərdən biri deyir ki, mən Allahdan razılıq dərəcəsini istəyə bilmirəm. Yəni o dərəcəyə özümü layiq görmürəm. Ona görə nə istəyirəm Allahdan? Mənə rəhm eylə. Rəhm eylə. Ey Rəbbim mənə rəhm eylə. Ona görə insan bunları artıq dərk etdiyi zaman, ey Rəbbim mən səndən yəni savab istəməyə haqqım, üzüm yoxdur. Məni bağışla, mənə rəhm eylə. Və huvə ləv vəffə haqqaha kəmə yənbəği ləkənə mustahaqqatan aleyh bi muqtadar ubudiyyə. Hətta insan onu tam şəkildə birincisi yerinə yetirə bilmir. Yerinə yetirsə də qulluq onu tələb edir. Yəni biz qulluqsa, qulluğumuz nəyi tələb edir? Onu necə lazım, tam şəkildə yerinə yetirməyi. Fə innə amələl abdi və xidmətə lisəyi müstəhaqqun aleyh bi hukmi kavni abdə və məmlükə. Çünki insanın qul olması, kölə olması onu tələb edir, xidməti tələb edir. Hətta məsələn dünyavi məsələlərdə, bu deyək də, ağa qul məsələsi var da. Yəni qul ağasına xidmətə görə ağa ona mükafat verirmi, aylıq maaş verir? Vermir. Hətta deyirlər ki, əgər qul ağasından nəsə istəyərsə xidmətinə görə, deyərlər ki, kaşı bu axmaqdır. Halbuki deyir, o qul, onu həqiqi qul deyil. Biz də deyir, Allahın həqiqi qullarıyıq. Katırım? فعمله وخدمته مستعان بحكم كون عبده فإذا أثاب عليه كان ذا مجرد فضل. Deməli biz qul olduğumuza görə, yəni o əməli yerinə yetirmək bizim qulluğumuzun tələb etdiyi bir şeydir. Amma o ki qaldı Allah Taala'nın bizə savab verməsi, bu Allah Taala tərəfindən əlavə bir lütf, mərhəmətdir, ihsandır, hansı ki qul ona layiq deyil. Çatırmı bax bu mənalar? Amma bir də var insan elə eləyir ki, mən bu etdiyim əmələ görə filan şeyə layiqəm. Amma bunu dərk eləməyən insanlar onu artıq onu layiq görməz. Və min hahuna yufham ma'na qawli Nəbi sallallahu əleyhi və səlləm, artıq buradan da Peyğəmbər sallallahu əleyhi və səlləm sözü başa düşülür ki, lan yadkhul ahadu minkum cennə bi'amal. Sizdən biri öz əməli ilə cənnətə daxil olmayacaqdır. Və deyirlər ki, hətta sən də ey Allahın Rəsulü deyir, hətta mən də əgər Allah Təala məni öz rəhməti altına almasa. Ona görə yəni bu olduqca mühüm məsələdir və insanı da yəni Allah qatında ucaldan zahiri əməllər deyil. Bax bu qəlbdə olan budur. Zahiri əməllərlə yanaşı qəlbdə olan bu hisslərdir. İnsan bütün zahiri əməllər deyil, qəlbdə bu hisslər yoxdur. Sadəcə ücubla edərsə heç bir faydası yoxdur. Əgər insan zahiri əməllərlə yanaşı, yəni bu hisslər olarsa, odur insan ucaldan. Çatırmı? Ona görə insan bilməlidir ki, yəni Allah Taala'nın bu qədər məsələsində mühümdür. Yəni Allah Taala'nın kimisə hidayət eləməsi Allah Taala'nın
ona olan bir lütfü mərhəmətidir. Amma kiminsə azdırması, azdıran kimdir? Allah Teala. Azdırması Allah Teala'nın adilliyi, ədalətinə görə azdırır. Yəni Allah Teala əsla heç kimə zülm eləmir. Azdırdığını öz adilliyi ilə azdırır və hidayət elədiyini öz lütfü ilə, öz ihsanı ilə Allah Teala hidayət edir. Və ona görə də daima qorxmaq, yəni heç vaxt arxayın olmamaq. Ona görə Peyğəmbər s.ə.v dualarında keçir ki, Ya hayyu ya qayyumu bi rahmetikə əstəğif, aslih li şə'ni kulləhu və la təkilni ilə nəfsi tarfətəyin. Ey hay, ey diri olan, ey qayyum olan, ey hər şeyi idarə edən, sənin rəhmətinlə səndən istəyirəm, mənim işlərimi islah et, və la təkilni ilə nəfsi tarfətəyin və göz qırpımı qədər olsa belə məni öz nəfsinə buraxma. Və ona görə İbn-i Qayyim Rahimullah deyir ki, ariflər icma ediblər ki, həqiqi məhrumiyyət odur ki, Allah Teala'nın insanı nəfsi ilə başlı-başına buraxmasıdır. Və həqiqi müvəffəqiyyət isə Allah Teala'nın insanı nəfsi ilə başlı-başına buraxmamasıdır. Və ona görə, yəni, Allah Teala kimi hidayət edirsə, Allah Teala ona yardım edir. Və Allah Teala kimi azdırırsa nə deməkdir? Yəni, Allah Teala onu yardım eləmir. Allah Teala yardım eləmədiyini görə azır. Və bu birisi isə Allah Teala'nın yardımı ilə, müvəffəqiyyəti ilə insan xeyir işlərə müvəffəq olur. Ona görə bunlar olduqca mühümdür. Yəni, bu mənalar insanda olmalıdır ki, yəni insan daha da etdiyi əməllərinə görə uca mərtəbələri, uca dərəcələri qaldırsın. Ona görə bir bağlıca insan etdiyi əməlini çox görərsə və artıq onun sayəsində nə qədər çox olsa da əməllər batıl ola bilər. Allah Teala şifalarına etsin. Allah Teala xalqımızı hidayət eləsin. Və hidayətdə olanları sabit eləsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.